bir anda həyatın dəyişəcək. Günümü necə səmərəli keçirdirəm, onda sosial şəbəkələrdən uzaqlaşmağı düşünürəm. İradəli insan olsam belə, pis vərdişlər kimi bir şeydir. Uy, wow deyə izlədiyiniz insanların da həyatı belə. Sildim, niyə sildim? Sizi sevdiyi üçün eləmirəm. Bildirimləri bağlı. Deməli, son videomda səsli şəkildə sizinlə sadəcə dərdləşib, özümü rahat hiss eləmək üçün bir video çəkdim və təkrar başa düşdüm ki, danışmaq, problemi səsli şəkildə dinləmək nə dərəcə önəmli bir şeydir. Çünki mən aylardır düşünürəm ki, sosial şəbəkələrdən uzaqlaşım. Artıq sosial şəbəkələrin mənə yaxşı gəlmədiyini düşünürdüm həqiqətən. Çünki mən vaxtı zamanında, yəni aylarla telefonu söndürüb ata bilən, Instagram ümumiyyətlə işlətməyən bir insan idim, amma Instagram sadəcə həqiqətən pis vərdişlər kimi bir şeydir. Nə dərəcə yaxşı istifadə etmək istəsən də, yenə də o səni öz bataqlığına çəkir. Bu günləri danışmaq istədiyim mövzu Instagramı, TikToku sildim. Niyə sildim? Nə edəcəm bundan sonra? Bundan sonra həyatım necə davam edəcək? Bununla bağlı sizə bir video çəkmək istəyirəm və istəyirəm ki, həqiqətən siz də bir müddətdir. Bu gün olmaya bilər, amma həyatınızın bir müddətində həqiqətən hər şeyi silib atıb sadəcə öz yolunuza fokuslanıb o yol üzərində gedib sonra təkrar həyatınıza geri qayıtmağınızdır. Əslində bu mənim üçün düşünürəm ki, çox gözəl bir qərar oldu və bunu videoya çəkirəm ki, bir gün sizə də bir ilham ola bilər. Bəlkə də siz də bu barədə nə edeyim, necə edeyim deyə düşünürsünüzsə, yəni bu sizə sadəcə bir fikir olsun. Oturun bir düşünün. Mənim kimi bir qərarsızlıq yaşayın, amma təkrar bir qərar verin və o yol üzərində davam edin. Nə qədər iradəli insan olsam belə, sosial şəbəkələr bunun üzərində qurulub ki, səni orada tutsun, səni orada saxlasın. Yəni sənin zamanın, yəni sən onların istədiyi tək şey sənin zamanındır. Sənin oradan çox vaxt keçirməyindir. Yəni fikir verirsiniz, bunların hamısı təsadüfi deyil, bir şey bəyənirsiniz, bir video çıxır qarşınıza və siz onun normal videoların 3-5 saniyəsinə baxırsınız, amma o videonun 10 saniyəsinə baxdınız, dərhal başlayır o videoya tərzində digər videolar çıxır sizin qabağınıza. Yəni bu o qədər də sadə bir şey deyil. Yəni Instagram sizi sevdiyi üçün eləmir əslində bunu. Sizin zamanınızı, sizi orada saxlamaq üçün əlindən gələni eləyir. Yəni bir UX UI dizayner olaraq deyirəm ki, yəni həqiqətən biz də bir app hazırlayanda, bir sayt hazırlayanda elə şeylərdən istifadə etməyə çalışırıq ki, istifadəçi o saytda, o appdə biraz daha uzun vaxt keçirsin. Çünki yəni məqsəd odur. İnsanları bir şeydə saxlamaq, diqqətlərini çəkməkdir məqsədimiz. Yəni burada biraz kötü biri kimi bir qələmə verdim özümü. Bəlkə işimi dəyişim, bu nə yaşayışdır, nə insanların zamanı? Ay Allahım, neysə. Tam olaraq sizə yəni tam səmimi şəkildə etiraf eləmək istədiyim budur. Yəni etiraf edirəm, bizim məqsədimiz budur və bu Instagramı yaradan, bunların qurucuları da istəyir ki, biz orada daha çox vaxt keçirdək. Bir dənə girirsən ki, bir şeyə baxasan, bir də baxırsan ki, 1 saat keçib üstündən. Deyirsən ki, mən 5 dəqiqə əvvəl dərs oxumurdum. Mən bura niyə girmişdim? Kimi suallar beyninizdə dolub dolaşır. Sizə 5 dəqiqə kimi gəlir, amma əslində 1 saat orada oturmusunuz və belə-belə eləyirsiniz. Qısa videoya girirsən və beyin o qədər yorulur ki, çünki algılamadan sən növbəti videoya keçsən, növbəti beyin orada şişir ki, ay qardaş, yavaş, çatdıra bilmirəm. Yəni bu dərəcəyə dönür və artıq beyin də yorulmağa başlayır. Ondan sonra fikir versiniz, özünüzü daha yorğun, daha halsız, daha bitkin hiss edirik. Yəni bunların hamısı boşuna deyil də. Nə qədər iradəli insan belə olsan, yəni girirsən və oradan çıxa bilmirsən. Ən sadəsi bir şey baxmaq üçün giririk. Hətta bir şey baxmaq üçün belə yox. Oturmuşsan, dərs edirsən, oturmuşsan bir iş görürsən. Əsəbləşməm, hələ sayışdı. Nəysə. Oturub bir dərs edirsən, oturub bir iş görürsən və bir də baxırsan ki, əlində telefon. Abi şoka girirəm ki, mən indicə yox idi axı, mən telefon əlimdə deyildi, mənim nə vaxt baş verdi bu? Deyə bir üsyan edirəm yəni. Və düşünürəm ki, mənim həyatımın bir dönəmi var ki, o dönəmə çox az qalmışam, çox yaxınlaşmışam. Hardasa 2-4 ay arası, hətta 6 da ola bilər. Bu müddət ərzində sosial şəbəkələrdən uzaqlaşmağı düşünürəm. Çünki hər kəsin bir yolu var həqiqətən. Sosial şəbəkələr bizə əski olduğumuza inandırır. Məsələn, girib baxırıq, hamı çox lüks yerlərdədir, hamı çox lüks markalardan geyinir. Hamının həyatı çox qəşəngdir. Sonra baxırsan özünə ki, 3 dənə şalvarım var, 5 dənə də köynəyim. Sonra başlayırsan ki, bu azdır, mənim yetərli deyil. Amma halbuki bununla dolandırırdın da, həyat bunu olmuşdu ki. Deyə bir depressiyaya girirdin. Amma məsələn, heç düşünmürük ki, o insanlar ora gələnə qədər nə qədər zaman, nə qədər maddi, mənəvi şeylərdən keçib. Məsələn, baxırıq ki, stilisti və ya makiyajla bağlı videolar paylaşır. İndi baxırıq ki, məsələn də, yəni çox
gözəl markalardan, nə bilim nələr təkliflər gəlir bu adama və bu adamın həyatı çox gözəldir. Amma məsələn üçün arxada baxmırıq ki, 2 il əvvəl bu adam əlinə düşən hər pulu gedib bir geyimə, bir makiyaj məhsuluna verirdi ki, bu tərz önə çıxsın. Və bunun məqsədi o idi, o da oldu. İndi sizə demirəm, gedin siz də belə bir şey edin. Ya da gedək biz də belə bir şey edək və önə çıxaq 2 ildən sonra. Bu demək deyil. Onun həyatı makiyaj üzərində idi, birinin həyatı rəsm üzərindədir, bir başqasının həyatı şəxsi inkişaf üzrədir. Yəni hər kəsin bir rolu var. Sən öz rolunu tapmalısan, özünə uyğun olan rolu tapmalısan ki, onun üzərində gedəsən. 2-3 il əvvəl ümumiyyətlə Instagram işlədən biri deyildim. TikTok işlədən biri deyildim. Mən TikToku hardasa 1 il, 2 il olar ki, istifadə edirəm. 2 il olar, hə. Mənə nə oldusa satış səhifəmdən sonra oldu. Mən 7 ay ərzində 9000 izləyici yığdım satış səhifəmdə. Yəni elə bir kontent qurmuşdum, elə bir şəkildə gedirdim ki, Instagramdan anlayışı olmayan mən, YouTube-da o video qalmamışdı ki, mən Instagramın alqoritmasını öyrənmək üçün baxmayım. Hər şeyə baxırdım. Yəni saatı-saatına paylaşımlar eləyirdim. Yəni elə şeylər qurmuşdum, elə sistem qurmuşdum ki, artıq Instagram məni önə çıxarırdı. Yəni 100.000, 200.000, 300.000 reelslarıma baxışlar gəlirdi. Həmin müddət mən satış səhifəsi idi sadəcə. Yəni heç özümlə bağlı bir şey paylaşmağı düşünmürdüm. Sonradan başladım yavaş-yavaş story çəkməyə və həqiqətən orada çox səmimi bir bağ yarandı insanlarla aramda və bu mənə xoş gəlməyə başladı. Ondan sonra bağladım səhifəni, xaricə köçdüm. Xaricə köçəndə Instagram səhifəmdə problem yaranmağa başlamışdı. Baxırdım ki, Instagram takipçilərimi çıxarır. Nəysə o səhifəni ilə bağladım. Ondan sonra keçdim adi özüm üçün şeylər paylaşmağa. Və bu məni daha da necə deyirlər, o türklərin bir sözü var, hırslanma. Daha çox hırslandırdı. Yəni daha çox paylaşmaq, daha çox önə çıxmaq. O əvvəlki səmimiyyəti qurmaq istəyirdim. Başa düşürsüz? Və bu bir müddətdən sonra mənə yorucu gəlməyə başladı. Məsələn, indi hardasa 190 neçə 200-ə yaxın izləyicim var və sıfırdan gəldi də onlar da o bir səhifədən olanlar və sair kimi. Baxıram ki, məni daha çox yarış halına soxur və daha çox nələr eləmək istəyirəm ki, əvvəlki hala qayıdım. Amma baxıram ki, mələk, neynirsən sən? Sənin həyatın bunun üzərində deyil. Sənin özünə görə bir həyatın var. Sənin bu dəqiqə, yəni üzərində durduğun bir işin var və sən bu işi böyütsən, yəni bir anda həyatın dəyişəcək. Sən niyə belə bir şeyin dalına düşmüsən? Deyə bir düşündüm öz-özümə. O gündən bu günə bağlamaq qərarı gəlib. Sadəcə xaricdə olduğum üçün burada da çox bir ətrafım yoxdur və sosiallaşmaq sadəcə Instagram falan üzərində qalır mənə. Yəni bunu da bağlamaq istəmirdim bunun üçün, amma dedim ki, yəni 3-4 aylıq yola verərsən mələk. İndiyə qədər çox ətrafının elə kankalarından doluydu, axı neynirdim ki? Deyib qərar verdim və sildim yəni o dərəcə net. Və sizə tək bir məsləhətim odur ki, inanın mənə, mən bir müddət bildirimlərə bağlamışdım. Ümumiyyətlə oradan mənə bildirim deyilən bir şey gəlmirdi və ora giriş vaxtını həqiqətən azaldır. Yəni oradan bildirim gəlmədikcə sənin ağlına gəlmir və başın qarışır başqa şeylərə. Həyat bu şəkildə axıb gedir. Bildirimləri bağla. Ondan sonra orada limit qoymaq var, günlük limit. Günlük limitini seç. Məsələn 1 saat var, 15 dəqiqə var, 30 dəqiqə var. O vaxt tamam olanda sənə bildirim göndərir ki, bəs günlük limitini tamamladın. Təkrar girə bilirsənmi? Bəli, girə bilirsən. Amma girməməyə çalış. Bəlkə ilk başlarda çox çətin olacaq. Dəfələrlə bu günlük limiti ləğv elə deyəcəksən, təkrar girəcəksən. Amma 1-2 dəfə eləyəndən sonra həqiqətən inan mənə, yəni dəyişəcək. Çünki bizim həyatımız sosial şəbəkələrdə gördüyümüz insanların həyatı ilə bir deyil. Hər kəsin başqa bir yolu, hər kəsin başqa bir yaşında olur həyat döngüsü. Çünki biri 17 yaşında həyatının dönüm nöqtəsinə keçir və həyatı dəyişir. Biri də 30 yaşında yaşayır bunu. Yəni biz durub özümüzü məsələn 25-30 yaşında 3-4 ildir öz işi ilə məşğul olub özün önə çıxarmağa çalışan insanlarla müqayisə eləmək deyil. Hamı özünü elə göstərir ki, sanki hamı ağzında qızıl qaşıqla doğub. Yəni bəziləri elə ola bilər, amma yəni hamısı elə deyil. Yəni çoxunluq əziyyətlə gəlib çatır oralara. Bizə göstərdikləri tərəf o deyil və bizim gördüyümüz tərəf də o deyil. Ona görə yəni insanlarla özünüzü qətiyyən qiyaslamayın. Yəni onda var məndə belə, o elədir, bu belədir. Yəni bu şəkildə eləməyin. Mümkünsə hər şeyi silin və uzaqlaşın. Yəni bir müddət özünüzə ayırın o zamanı. Bir müddət özünüzü inkişaf elətdirin və inanın mənə, çox yox, bir iş üzərində özünü 1 il, 2 il inkişaf elətdirsən, yəni dərhal böyük bir yüksəliş yaşayacaqsan. Bu çox real bir şeydir. Yəni sosial şəbəkə çox bərbad bir yerdir. Sadəcə olaraq məsələn nə qədər yaxşı, nə qədər faydalı yerlər izləsən də, səhifələr izləsən də, bir də baxırsan ki, bir video çıxır qabağına və sən o səhifədən bu səhifəyə, onun vloqundan bunun vloquna
sürünürsən ortalıqda. Bir də baxırsan ki, 1 saat keçib və sən ortada heç bir şey yox. Bunu da mən harda fərqinə vardım? Mən ümumiyyətlə kitab oxumaqdı falan belə şeylər sevirəm. Məsələn, gedib bir parkda oturasan, bir kitab oxuyasan falan gözəl bir şeydir. Və burada evimizin yanında da qəşəng parklar, nə bilim, Montenegroda iynə atırsan kofe şopa düşür. Yəni o dərəcə hər yer kofe şopdur. Məsələn, istəsəm bir gedə bilərəm də, gedib 5 dəqiqə otura bilərəm, 1 saat otura bilərəm. Amma əslində şikayət edirəm ki, vaxtım yoxdur da, vaxtım olsa gedərəm, vaxtım olsa belə. Amma hesablayıram ki, mən ortalama gün ərzində Instagramda, TikTokda, sosial şəbəkələrdə keçirdiyim vaxtda 3 dəfə kofe şopa gedib, gəlib hələ oturub dincələrdim də. Görsən belədir. Xəbərin olmur, amma yeyir, vaxt yeyilib gedir. Heç sən bilmirsən onu hardan gəldi, hardan gəldi. Və düşünürəm ki, bu müddəti, yəni həqiqətən sadəcə öz içimə dönmək istəyirəm. İdman etmək istəyirəm, öz zövqümcə olan şeyləri eləmək istəyirəm, öz işimlə, öz yoluma baxmaq istəyirəm, öz yolumu görmək istəyirəm. Çünki məsələn, bu dəqiqə elə bir şeyin üzərindəyəm ki, bütün həyatımı dəyişə bilərəm. Yəni və bütün fokusumu ona vermək istəyirəm. Hardasa bu 5-6 ay düşünürəm ki, mənim həyatımı çox dəyişəcək və mən bu həyatı dəyişəndən sonra artıq rahat bir şəkildə sosial şəbəkədə ola biləcəm. Məsələn, məni görən çox adam da deyəcək ki, hə məsələn, yaşayır da bu həyatı. Amma məsələn, bu gün öz yolum üçün hər şey sildiyimi, aylarla kənara çəkildiyimi bilməyəcək. Bax, həyat da belədir. Digər insanların da həyatı belədir. Oy, wow deyə izlədiyiniz insanların da həyatı belədir. Yəni onlar da bir dönəm bir şeylər eləyib. Sadəcə olaraq hər kəs açıq-aydın şəkildə bəzi şeyləri danışmır. Qəribəsi odur yəni. Nəysə, deməyim odur ki, özünü insanlardan qoruduğun kimi telefondan da qoru. Yəni inan mənə həyat o qədər gözəldir ki, çöldə çıxan o günəş, o günəşin üzünə yansıması, hər şey o qədər gözəl, o qədər pürüzsüzdür ki, və biz bunu qaçırırıq. Əlimizdəki bir ekran üzündən biz bunları qaçırırıq. Çıxın, gəzin, bir çəmənlikdə çıxarın ayaqqabılarınızı, ayaqyalın o çəmənlərə basın, onu hiss eləyin. Nə bilim, bir günəşin üzünüzə vuruşunu hiss eləyin. Yəni bunlar həqiqətən çox dəyərlidir. Və tez-tez sizə sosial mediasız həyat adlı vloqlar paylaşacağam. Günümü necə səmərəli keçirdirəm, onlardan paylaşacağam. Sizi tez-tez kofe shoplara aparacağam. Artıq bərabər gəzəcəyik. Həm Montenegronu sizə göstərəcəm, həm söhbət eləyəcəyik. Bu şəkildə maraqlı bir gəzi olar deyə düşünürəm. Həm mən evdən çölə çıxmış olaram, həm siz buraları görmüş olarsınız, həm də bir yerdə xatirələrimiz olar deyə düşünürəm. Evet, nəysə, bu günü də belə yola verdik. Özümüzü şükür Allaha biyar pilin. Bu gün də həyatımızdan bir mənfi şey çıxartdıq. Bir fokusumuzu daha doğru yerlərə verdik. Şükür Allaha. İndi durub getməliyəm mağazaya. Gedirəm porça bişirəcəm. Gedirəm onun ləvazimatlarını almağa. Yəni evdə qadın oldum belədir də. Gedim bu gün də onu bişirim. Instagramdan, sosial şəbəkədən uzaq duracağam deyə 100 kilo olacağam. Burada yemək bişirib yeməkdə. Nəysə, özünə çox yaxşı bax. Səni çox öpürəm. Hələlik.